Başla. Ha. Firmada işləyirdim. Firmada işləyib gəlirdim, anormal deyil. Kazandığım çörək yiyirdim, kəsirdim təndirin üstündən. Bacı, ana, qardaşıma derdim burnundan gəlsin, yemə. Akşam olanda evdə yatırdım. Aha. Gördüm ki, yerim torpaqdır. Niye? Yerim torpaqdır, yerim peyildir. Akşam yatırdım. Üstüme getirip mazot vururdular. Selyarka vururdu, benzin vururdu. Başıma maşın yağı vururdu, kurt yağı vururdu. Belime tükürdü ki, o bel çürüyen. Dəhşət. Kötürdü ki, bunun bel çürüsün. Paltarlarımı satıp, ayakkabılarımı satıp, kostümlerimi satıp, tahtamı satıp, şifrimi satıp, reykamı satıp, pul tahtalarımı satıp, armaturamı satıp, şalmanlarımı satıp, kazancımı yiyip, pensiyamı yiyip, yerimi yiyip, firma kazancımı yiyip, 15 yıl 15 yıl büyük kajarla bala kajarın arasıyla gedirdi üşümdə. 15 il ayaklarım suda kalır. Tamam. 15 il ayaklarım suda kalır. Ayağımı çıkartırdım, şalvarımı çirmeyirdim dizime. 15 yıl gittim geldim, kazandım. Yerimi yiyirdiler. Kazancımı yiyirdiler. Çağırdım, gördüm ki yerim takıl açıblar. Arpa açıblar. Yonca açıblar. Derdim yerim niye ezmişsin? Der yok biz senin yerine emir ya. Evde 5 neferin yerin. Bu Şirvan'dan Arif var, Dinarın oğlu Arif. Aha. Onun yerinin ayağında 5 nefer değil. 5 neferin yeri var. 5 neferin yerin cehunda satır. Benim yerimi yiyir. Neçəyə satıb bilmirsən? Yok, bilmirəm. Nə qədər pulunu yeyib? Kim? Veteran. Aha. 2 qaral pulumu yedim diyene kadar. Elə. Ha. Annelerim cemaate satıyor. Bir ben milyoncuyum. Kazancımı beni yavayla vurdu. Lomla vurdu. Yavayla vurdu, lomla vurdu, lapakayla vurdu. Taşına vururdu. Stakan, çay içtiğim yerde stakan götürüp atırdı. Gözümün altı kanıyırdı. 2 stakan gözümün altından kan yedi. Sən ona görə yəni evdən çıxdın da qurt yağı, Evden torpaq, çıkmışım ha. mazot satıldı. Evden çıkmışım. Maşınlarla gelir burada yattığım yerde beni izleyir. Yattığım yerde getirip burada da üstüme torpak vurur. Mazot vurur, selyarka vurur, benzin vurur. Yəni iynə sapını, Başıma təsbəyiniz adını da uğradı da onlar. Ha, hamısın. Pulumu uğradı, təsbihimi uğradı, aynını uğradı, hamısını uğradı. Oğrudu. Oğruğuna yaşayır gelenden. Gelenden oğruğuna yaşayır. Ferda rayonuna duyurup ki telman saydı dəldi. Dəliyəmsə, səyəmsə, mənim qazancım ne yeyirsə? Bir dənə də söz deyim, bu arvad məsələsi nə idi o? Deyirdi arvad uşağım. Arvad yok ey. Hı. Evden çıkmışam. Gelip cemaate deyir ki yalandan. Telmanın arvad uşağı var. Bəs evim eşiyim hanı? Arvad hanı? Evim eşiyim hanı, ben arvad hanı, ben uşaq hanı. Niye yalandan duyurur? Niye kazancımı yiyir? Düz, təmiz. Niye kazancımı yiyir? Ben onun veteran pulunu yemirəm ha. Benim niye kazancımı yiyir? Evde dedim ki evlenmem. Dedi özümüzü kırarıq, öldürərik. Nöğüt tökerik, benzin tökerik, selyarka töküp özümüzü yandırarıq. Özümüzü öldürərik, evlenme. Özümüzü öldürüp qəbristanlığa gedərik. Evlenme. Allah sağ səbir versin, Allah işlərin avan diləsin, ay Telman. O kazancını biz yiyək. Kazancımı yeyirlər.
Burada da yattığım yerde gelin maşınlarda beni güdür. Yatan kimi getirip üstüme mazot vurur, seller kavurur, benzin vurur. Başıma maşın yağı vurur, kurt yağı vurur. Səbəb nədir? Niyə? Benden böyle kurban zehir verdiler, öldürdüler. Qardaşın. Ha, zehir verdiler, öldürdüler. Öldürdüler. Danış, ürəyini boşalt, Ha. danış. Yara çıkarttı öldü. Apardı bastırdı geldi. Allah rəhmət eləsin. Deyirlər, cemaat raşotkanı da satır. Raşotkalar da satır. Qəbzanlıq raşotkalarını da satır yiyir. Ha, belə qardaşın qeyrətini itim poxur. Belə qardaşın qeyrətini Azərbaycan rayonunun poxu ağzıdır. Neynirəm belə qardaşı? Belə onu, belə başını neynirəm? Mənim qazancımla dolanır. Mənim əlimin qavarı ilə dolanır. Əlimin qavarı ilə dolanır. Neynirəm mən onu? Cemaat bilmir ki, mən əlimin qavarı ilə dolanır. Neçə ildir Bərdər rayonunda işlədim. Yevlatan tutmuş düz Çatalparaq pastasyana qədər işlədim. Neçə il kolxozda aldı işlədim. Qazancımı da geldi burada uğradı. Pulumu uğruyor, kağıdımı uğruyor, aynımı uğruyor, təsbihimi uğruyor. Her şeyimi uğruyor, deyir mən qeyrətliyəm, qeyrətli yaşayırım. Qeyrətli yaşamanın peysərdir. Ürəyini boşalt, söyüşdür. 59 yaşım var, ne qayrıcım var? Eşit. Bu sahasında dostlar. Qazancım yoxdur. O sahasında bak gördüğünüz kimi axsıyır. Cemaata deyir ki, Telman səydi, dəldir, anormaldır. Anormaldırsa mənim pensiya kağıdımdan niye ona buna pensiya düzəldirsən? Ona buna pensiya düzəldirsən deyirsən qeyrətli veterana. Mənim qazancımdan özünə qeyrət qazanırsan. Sen harda qeyrətlisən? Cemaatın ayağını zibilirsən sən. Sen benim qazancımdan, benim kağıdımdan ona buna pensiya düzəlt. Sen qeyrətlisən. Evdeki insanların kartını yığıp şimdi, hamsının kartını yığıp şimdi. Deyir mən qeyrətli veteranım. Sen qeyrətli veteransan, meşoğla qoz, meşoğla fındıq, meşoğla apresin, karabkalarından şokolad, karabkalarından konfet, karabkalarından mandalin, karabkalarından hurma. Ondan sonra ne bileyim, evin qabağında qarmaq var. Qarmaq asıb evin qabağına. Kuzunu orada kesir. Bəlkəm də milyon dənə kuzu kesir. Hamısını aparıb Bakıda yedizdirir gəlir. Cürbə ağaçlar alır. Mandalin alır. Kurma ağacı alır. Ondan sonra ne bileyim nar alır. Armud alır. Şəftəli alır. Əzgül alır. Her şey ağacı alır. Özdəki hamısı da peyvan. Aparıb qapısındakı gəlir. Palima 60 tane palim aldı. 60-70 tane palim aldı. Apardı kapısında etdi geldi. Deyir mən qeyrətli veteranım. Mən Bərdər rayonunda qeyrætliyəm. Deyir məndən başqa qeyrətli insan yoxdur. Mənəm. Burada da hansı maşına minir şoförlərə deyir ki, mən qeyrətli veteranım. Şoförlər bilmir ki, sən qeyrətli veteransan. Sən qeyrətsən ki, mənim qazancımı yeyirsən. Qazancımla dolanırsan. Düzdür. Evet dostlar, gördüğünüz kimi Telman kişinin yatacaq yeri buradır. Baba burada yatır. Görürsünüz baba. Orayı kravadıdır, pallı, paltarlı yıxılır yatır. Burada da oturur çayxananın qabağıdır. Yəni bu kişinin problemi düzəlməlidir. Bunun müraciətinə baxılmalıdır. Yəni gördüğünüz kimi o içəridə yatır. Bax çəkmişəm. Öz də durub burada. Fermi. En başı da deyir görürsünüz. Timir Cemil. Buruk'ta Şirvanı ile o Orbel'in arasında demir yol yanında
Şimdiyim yerde. Aha. Başıma mayka bağla. Hemen al ilginişkamı. Al ilginiş. Pensiye kartımı. Al ilginiş. Al il vasikamı. Bu elini biletimi. Düşman pulumu oğurra. Dönüm ben gayret diye. Düz dünya ne açır? 6-7 tane ferması var. Evi de villadı. Ondan da gözü doymur. Haşim'in oğlu Agil. Aha. İkisi. Biri bir gazel demir dümürümü sattı. Biri de iğne sapımı uğradı. Tesbihimi uğradı. Pulumu uğradı. Pulumu uğradı dedi gayret diye. Vermir pulumu. Kalmışam ortalıkta. Kalmışam ortalıkta. Benim kazancım o bu yer. Benim kazancım o bu yer. Kalmışam ortalıkta. Ma bakan yoktu. Gedirem şöbeye. 3-4 tane erza yazdım. Şöbede. Dedi yaxşı bakacağız. Sonradan gittim. Sonra gedirem deyir. Yok. Gel otur burada ha. Senin o torpaq işin ne oldu? Ne dediler o? Torpaq işim ne bileyim. Deyir bu yaxınlarda çağıracaq. Məktup gelecek. İnşallah işin həll olunlar, problemlərin həll olunlar. İnşallah sən də bir ağ günə çıxarsan, sən də bir evin, eşiyin, bir həyat yoldaşın olar, sən də bir nə deyim, palını, paltarını, yemək pişirər, qabağına bir isti çay qoyar. Yok ay kaka. Maziyan vuran olmasa ben hiç kime ziyan vurmaram. Ben öz elimin qabarıyla yaşayaram. Öz kazancımla yaşayaram. Ama benim kazancımı, benim elimin qabarım, benim aynı önümü, paltarımı hamısını oğuruyurlar. Niyə oğurlar, nə məqsəd oğurlar? Oğuruyurlar, deyirlər biz qeyrətliyiz. Biz qeyrətli kişi. Sən paltarını oğuran qeyrətli ola bilər, bilən fikirləşdən məntiqlə. Benim aynı önümü kim oğuruyursa, benim aynı önümü kim oğurur? Azerbaycanın poku onların ağzına. Pulunu bildi, paltarını niyə oğurur? Paltarımı oğuruyurlar. Paltarını nə edirlər də? O günler bir ay olan ayakkabı çorap verdiler. Gittim öyle bak, gittim Şirvan'ın o başına. Geldim gördüm yoktu. Oğuruyorlar, götürürler. Bilmirsən kim oğuruyur? O kadar oğur var ki. Elə? Oğru da oldu. Oğrunu tanımak oldu. Bilmeyi olmuş kim oğurdu. Düz. Valla oğurluqla Oğurluğunla dolanırlar. Oğurluğunla yaşayırlar. bilirsən ki oğurluq 40 gün gelir də 41-ci gün üstü asılır. Ha oğurluğunla yaşayırlar. Mada deyirlər ki sen de alırsan biz qeyrətliyiz. Ben ne terdəliyəm ki benim kazancımı yersən, benim kazancımı oğurursan deyirsən ben qeyrətliyəm. Akşam yattığım yerde kaka. Aha. Akşam yattığım yerde. Buranın işini yandırırım. Bu binanın qabağı. Yanlıdır. Bunlar gedenden sonra, trafikçil gedenden sonra. Aradan bir yarım saat atlayandan sonra oradan ışığı söndürürler. Bilmirəm hansı. Ha oradan ışığı söndürürler. Ha, Rubinlikdə, hə? Rubinlikten ışığı söndürürler. Niye? Karanlıkta gelsinler benden oğurluk eder. Cibini soymağa gəlirlər də yəqin olurlar. Aynı önümü götürdüler. Bir saatte bedenime zadıma torpağım ne ter vururlarsa bedenim əsir, dura bilmirəm. Geriyə bilmirəm. Ağır dərsdir. Allah səni bərxudar və bəxtiyar eləsin, Telman. Amin. İndi sənin üstündəki bu nədir? Mazıtdır yoxsa palçıqdır? Ha, torpaq tökübdülər, görmürsən üstünə? Ay. Torpaq yox, heyvan kətirəm mən. Heyvanın Peynidir. Heyvanın peyini getirip üstüme vururlar. Heyvan kətirəm mən. Nəysə o elə bir ki o şeydir, nəsə o hə düz deyirsən, nəsə yaxdılar, dərisini qalır. Yaxırlar. Təmizliyi əlimdən ovuram gene getirip. Yaxırsan lan onu hə. Ha. O getməlidir Ariellə zadına yuyulmasan ki o par parıldayar. Her akşam temizleyirəm. Hə. Temizleyip yatıram vururlar. Temizleyip yatıram vururlar. Safe insanlar öyrənib kaka. Düz, Oğurlar. düz. Safe insan doldu.
Heç nə, Telman mən bunu Mən nə qarıyım? Azərbaycan xalqına, Azərbaycanın qeyrətli xalqına, qeyrətli insanlarına salam deyirəm. sağ olsun. Telman mən Azərbaycanın qeyrətli insanları sağ olsun. Sağ olsun. Qeyrətli insanların, Azərbaycanın qeyrətli insanları sağ olsun. Yolları da açıq olsun. Kim qeyrətli insansa Allah Teala yolları uğur olsun. amin inşallah. Allah Teala da başından döysün. Şeir gələyəm onda ancaq yoxsa? Sağ olsun, var olsun. Uca təbiətli, ürəyi dolu olsun. Amin inşallah, amin. Hə dostlar, Qollu qanatlı olsun. Telmanın da yatdığı yeri gənə göstərdim. Baba çayxananın kupesi deyirlər, nə deyirlər? Baba. Burada yatır. Baba Telmanın yeridir, yatdığı. Kravatdır, bunu da sağ olsun. Burada çayxanası verib, pallı, paltarlı deyir, gəlir, nə bilim, iynə sapımı uğrayırlar, təsbəyimi uğrayırlar, pulumu uğrayırlar. Telmanın qaldığı yerdir bura, mənzili. Telman mənzilidir. Yəni, dəstək olun, bu kişinin səsinə səs verin, müraciətinə baxın, buna köməklik eləyin. Pulun yeyiblər, haqqın yeyiblər, torpağın yeyiblər, salva kişinin çöllərə. Yəni, çəkib paylaşıb, işıqlaşdırdıq ki, görsün, özü də Bərdədə qalır. Sağ olun, var olun, bəyənin, paylaşın, abunə dəstək kanalımıza abunə olun ki, hər kəsin qabağına bu video çıxsın. Hələlik, Allah yaxşıları qorusun, pislərə də ləhnət eləsin. İnşallah. Allah yaxşıların yolun uğur eləsin. Səfihlərində yolun qəbirstanlığa salsın. Amin inşallah, amin. Sağ ol, var ol, Telman. Sağ ol.